Ölmedim bu günü de gördüm. Azərbaycanda namus cinayəti olmayan detektiv yazılıb. Hal-hazırda biraz kövrəyəm. İnanmaq çətindir, amma bu kitabda eşitdin ha, cəmaatın arvadı nə haqqadan çıxıb. İraq olsun gördüyün cəmaatın qızının başına nə oyun açıblar. Qeybətləri yoxdur. Bu kitab milləti ölümə tərk eləyənlərin qəhrəman zənn edilib alqışlandığı dövrlərdən danışır. Bax elə həmin dövrlərdə insanlar sağ qalmaq, evlərinə daşdan yumuşaq nəsə aparmaq üçün əlləşirdilər. Həmin adamlardan bəziləri əşi halal olsun, daşı qaynadıb suyun içərəm deyib yaşayırdılar. Bəziləri də əşi bu qarma qarışıqlıqda it yeyəsin tanımır deyib əllərinə nə gəldi, əllərindən nə gəldi onu da eləyirdilər. Müəllif bizlə sıçan pişik oyunu oynamır. Açıq aydın qoyur qabağımıza. Bu bədbəxt cinayətkardır, bu yazıq qatildir, bu da alayarımçıq prokuror. Bircə qalır diqqətli və nə oxuduğunu bilən oxucu tapmaq. Çünki o məşhur deyimdə deyildiyi kimi müharibədən onsuz da sağ çıxan yoxdur. Əslində bu kitab nə kəməri axıra qədər sıxanlardan, nə şalvarının beli gəlməyənlərdən, nə də başın quma bastıranlar haqqında deyil. Əslində bu kitab zehinlərdə dəfn olunan cəsədlər haqqındadır. 127-ci qəbri 1-ci Qarabağ müharibəsindən sonraki illərdən bəhs edilir və vərdiş aldığımız o qaçı tutdu detektivlərindən çox fərqlidir. Psixoloji detektiv romandır və burada nəinki qatilin, qurbanın, prokurorun, bütün cəmiyyətin, həmin mühitin psixoloji vəziyyətin açıb bir-biri önümüzə sərir ki, həmin vəziyyətdə dövrdə insanlar necə idi, nə yaşayırdılar, nə düşünürdülər, nə hiss eləyirdilər. Bax elə necə deyərlər, dəyişmək istəməyənlərin dəyişdirmək inadından bəhs edir 127-ci qəbir. Xoş mütaliələr.